Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Biz Mevlana'ya bir baxışığın 10-cu hissəsinə kimin ictimai şəbəkələrdə videoları qoymuşuq. Bu videoları Telegramda da qoymuşuq, YouTube'da da qoymuşuq. Mevlana'ya bir baxış çoxlu qismətlər, çoxlu hissələrlə qabağa gedəcək. Amma indi mən istəyirəm ikinci mövzuda ki, illər boyu çalışmışam, zəhmət çəkmişəm, qələm vurmuşam, yazmışam, düşünmüşəm, tərcümələr eləmişəm. Onlarla bağlı sizinlə danışam. O gün dostum Əli Muradi Məraqi, filsuf, müvərrix, tarixə, fəlsəfə gözü ilə baxan kitablarını qoymuşdu Instaya. Orada dedi ki, bunlar mənim cürmlərimdirlər ki, mən mürtəkib olmuşam. Və mən ona bir komment yazdım. Yazdım ki, ərəb zərbül məsəllərində belə gəlir. Mən sənnəfə, istəhdəfə. Hər kim bir şey yazsa, özünü qoyur hədəflərin qabağına, tirlərin qabağına, hər cür söz, hər cür ox bunlara sarı gələ bilər. Ona görə Əli Muradi əgər kitablarını cürm adlandırsa da, mən də elə ona sayaq deyirəm ki, bizim də cürmlərimiz var. Bu da yazdıqlarımızdır. Bu kitablar mənim tərcümə elədiyim yazdıqlarımdırlar. Ki, neçə hissələrdə bunları mən sizinlə paylaşacağım. Əlbət, bunları mən fars dilicə yazmışam. İçində türkücə danışacağım, aydınladacağım. Birinci əsər ki, məndən çıxıb eşiyə Cobran Xəlil Cobran barəsindədir. Cobran Xəlil Cobran Təlayedar və Heyran kitabı. Bu Təlayedar və Heyran nağıllardırlar. Bu kitab 1383-cü ildə bizdən çıxıb eşiyə. Bu kitabı demək olar Təlayedar Heyran iki kitabdır. Biri Təlayedardır, biri Heyrandır. Təlayedarda olan demək 25 nağıldır. Heyranda olan da təqribən 50-yə yaxın, bəlkə də 2-3 dənə çox nağıllardırlar ki, Cobran Xəlil Cobrandandır. Mən bu nağılları farscaya tərcümə eləmişəm. Amma kitabların önündə bir müqəddəmələr yazmışam. Kitabı şərh eləmişəm demək olar. Nəqd eləmişəm, tənqid eləmişəm. Bu kitabı, birinci kitabı mən Ustad Heydər Əbbasiyə ya Barışmaza təqdim eləmişəm. Baxın, mən 1376-dan ta 80-da kimi Mərağədə müəllimçilik eləmişəm. Buranın Azad danışqahında dərs demişəm. Öyrəncilər öyrətmişəm. Oranın danışqahının fərhəngi işlərinin məsuliyyəti mənlə olub.
çoxlu işlər görmüşəm, çoxlu dostlar qazanmışam. Bir dənə də mənim səadətimdən bu idi ki, Ustad Heydər Əbbasi ilə o zaman orada tanış olmuşam, məhzərinə getmişəm. Kərimi Mərağı-i, Vədud Dusti, Əli Muradi Mərağı-i, Müsmür, Müqəddəsi, çoxlu dostlarım ki, Hadi Əfşar, Ustad Hadi Əfşar, bunların hamısını mən məhzərlərinə çatmışam. Danışqaha onları mən dəvət eləmişəm, səslərini mən səsləndirmişəm. Öyrəncilərin içində mən onların səslərini yaydırmışam. Birinci kitab belə olur. Təqdim be Heydər Əbbasi barışmaz, şarih müfəssir Məsnəvi Mevlana be türkü, şair zəbanavər ədəbiyyat türki ki ba zər و زور و təzvir barışmadı. Bu ilə zərlə, zorla, təzvirlə bu həddə kimin ki mən bilirəm barışmayıbdır. İkinci kitabı üçün mən İsfahan danışqahında ərəb ədəbiyyatı oxumuşam. Orada bir türk ustadım vardı, Döktür Şamili, çox savadlı, fəlsəfə bilən, riyazı bilən, fizik bilən, ərəb ədəbiyyatı bilən. Onun məhzərinə çatıb bir para şeyləri gizlincə ondan mən öyrənərdim. Ona görə ikinci kitab ki heyran ola, mən onu da ona təqdim eləmişəm. Təlaydar kitabı bir Şəms divanının qəzəli ilə ki başlayır. Ey aşiqan, ey aşiqan, mən xak را گوهر کنم. وی مطربان، وی مطربان، دف شما پرزر کنم. ای تشنگان، ای تشنگان، امروز سقایی کنم. وین خاکدان خشک را جنت کنم، کوثر کنم. تا جلال یتشیر بنا چی ای عقل کل، ای عقل کل، تو هرچه گفتی صادقی. حاکم تویی، حاتم تویی، من گفتگو کمتر کنم. خب bilirsiniz Cöbran Xəlil Cöbran bir Məsihi yazıcı olubdur. Müasir yazıcı olubdur. Böyük əsərləri olubdur. Bəzi bunun əsərləri ola bilir ki, neçə dillərə tərcümə olunubdur. Hətta bəzi əsərləri bunun fars dilində neçə mütərcim görübdür. Mən də çalışmışam öz qələmimlə, öz düşüncəmlə bunu farscaya tərcümə eləyəm. Müqəddəməsi bunun belə başlayır. Kitab-ı طلایه‌دار یکی از طلایی ترین نوشته های نویسنده جادویی جبران خلیل جبران است. Bu Təlaydar kitabı bu Cöbran Xəlil Cöbranın ən qızıl, zərri bir yazmalarındandır. Bu kitabda elə irfançılıq, atifə, simgələr seçmək əsərlərdə görsənir. Nağıllar başdan dibə rəmzidirlər. Bu rəmzi, sırrı aşmaq lazımdır. Cöbran bir dənə böyük filsufdan əsər götürür. O da Almanı bir filsufdur. Nietzsche. Nietzsche'nin düşüncələri ki, Məsihiyyət əxlaqının böyük tənqidçisidir, bunun bir-bə-bir əsərlərində özünü göstərir. Çinin گفت زرتشت اراده قدرت حکمت şadan فراسوی نیک و بد. Bunlar tək-bətək əsərlərdirlər ki, Cöbranın əsərlərində özünü göstərir. Həm Cöbran, həm Nietzsche ikisi də sənəviyyətə qarşı gedirlər. Dualizmlə ziddirlər. Ona görə biz
müxtəlif hissələrdə Cobrana baxış bir baxışıq burada yaraldırıq. Videoları qoyacağıq. Bu kitabları sizinlə paylaşacağıq. İnşallah ki, siz də bizimlə olacaqsınız. Biz də sizə sağlıq, salamatçılıq arzulayırıq. Gələn görüşə qədər.